Belədir, dünya belədir, bax görmədin. Dünya belədir. Bu dünyanın reallığını bilməyən adamlar çox səhvlər edir. Siz ona görə bizi necə deyirlər ki, yəni biz bu müraciətdə biz qalırıq belə, bilirsinizmi? Bunlar bizə müraciət edir, inandırıram. Siz, mənim məsləhətim belə ola bilər ki, siz izah edin ki, deyirlər ki, nə bilim, tanışlar aparır, biz bilmirik. Heç bir ölkə gizli tanışlar aparanda heç bir Aydındır. Fələstinlə İsrail arasında o ilk dəfə ki, o müqavilə imzalandı. Danışıqlar Oslo'da, Norveçdə 3 il elə getmişdi ki, heç onların orada görüşlərini də bilməmişdilər. Nəticə gəlindən sonra onu elan etdilər. Ondan sonra hamı bildi ki, bunlar Norveçdə Norveçin baş nazirin vasitəçiliyi ilə görüşürlər. İndi mən burada görüşürəm, Kaçaryanla danışırıq 2 saat, 3 saat bəzən spor eləyirik. Mən də gəlim deyim ki, mən nə dedim, bu nə dedim. Çox sağ olun. Amma ümidimiz, Heydər müəllim, ümidimiz gənə sülhə qalıb da. Sülhün bayrağına qalıb. Sizin yüksək səviyyəli diplomatik səylərinizə qalıb, danışıqlarınıza qalıb ki, bütün cəmaət buna inanır. Bilirsiniz, mən elə ona görə də özümü burada fəda edirəm ki, bilirəm ki, bəli, Azərbaycan xalqını bu bəladan, bu faciədən qurtarmaq lazımdır. Azərbaycanın böyük iqtisadi potensialı var, böyük təbii sərvətləri var. Azərbaycan güclü bir dövlət ola bilər. Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş bir dövlət ola bilər və olacaqdır. Bunun üçün də o başqa tədbirlər ki, biz görürük, bu kontraktlar imzalamışıq, burada reformalar aparırıq, plan eləyib, bunlarla yanaşı lazımdır ki, sülh olsun. Lazımdır ki, bu Ermənistanla Azərbaycan arasında münaqişə qutarsın. Ondan sonra Azərbaycan, mən sizə deyim ki, nəinki bölgədə, bəlkə də bütün böyük bir regionda ən inkişaf etmiş dövlət olacaqdır. Çünki bizim böyük bir imkanlarımız var. Bizim coğrafi vəziyyətimiz, indi məsələ, indi Bakı-Ceyhan dikirik. Nə qədər bunun xeyri olacaqdır? Yaxud elə o Türkmenistanın qazı buradan gəlib keçməklə biz ondan tariflər alacaq. Amma özümüzün də nə qədər imkanlar. Biz özümüz təsəvvür edə bilmirdik ki, məsələ bizim bu qədər qaz yatağımız var. Mən sizə